Xoş gördük dostlar. Hər vaxtınız xeyirli olsun. Xırdalan şəhərindən bir dənə ev çəkirəm sizə təqdim edirəm. Bax, belə bir 3 otaqlı, əla təmirli, 7 daş kürsüdə olan, kupçalı, tam mülkiyyət, maşın girən darvazası. Bir maşın rahatlıqla girir evimizə. Belə bir hündür padvalı olan həyət evimizi çəkib təqdim edirik. Bütün padvaldan otaqlara da keçid var. Yəni otaqlı padval, aşağıda olan padvaldan otaqlara keçidi var. Evin istilik sistemi kombidir. Kombi aparatı radiatorda qoyulub. Həyəti də bir daha çəkim sizə təqdim edim. Belə bir həyəti var. Geniş həyəti var. Təmirinə söz ola bilməz. Təmiri əladır. Giriş hissədə sol tərəfdə mətbəx mebeli, mətbəx hissəsi, mətbəx mebeli yığılıb, hazır vəziyyətdədir. Şəxsi tikilidir, qoşa daşla inşa olunub, dörd bir tərəfdən. Bura onun uşaqlar yataq otağıdır. Pəncərələrin qarşısı hamısı açılır, heç bir maneə yoxdur. Buradan da açıb sizə təqdim edir. Bax, belə bir məsafəsi var, hardasa bir 2 metrə yaxın məsafəsi var. Keçək ikinci yataq otağına. Burada böyüklər üçün yataq otağıdır. Burada taxtla şifaner qalacaq. Pəncərələrin yenə qarşısı açıldı. Gün işığı düşür. Keçək sanitar qoğuşağında çəkim təqdim edib. Bütün aksesuarlar qoyulub, hamısı. Qiyməti də əla bir qiymətdir. Kupçalı, tam mülkiyyət, torpağın da evin də ipotekaya yararlı olan evimiz qiyməti 88.000 manata. 1,5 sotun içində tikilir. Şəxsi tikili bir evdir. Təmirinə söz ola bilməz, çox gözəl təmir olunub. Bu ev barədə kimin nə sualı varsa bizlə əlaqə saxlasın, bizə zəng etsin. Allah satana da, alana da xeyir versin inşallah. Məndən bu qədər. Kimin nə sualı varsa bu ev barədə bizlə əlaqə saxlasın. Bizdə başqa satışda olan evlərimiz də var. Hər bir qiymətə. Bizlə əlaqə saxlasın. Əlaqə nömrəmiz səhifədə olacaq. Videonu da bəyənin, kanala da abunə olun. Sağ olun, minnətdarım izlədiyiniz üçün.